Yeni bir videodan her birinizi salamlayıram dostlar. Her vaxtınız xeyir olsun. Bugün mayın ilk günüdür. Baxmayaraq ki, mənim ağam deyir ki, biz həmişə mayın biri olanda deyib, bəzənirdik, düzənirdik, ağ maskalarımızı giyinirdik, saçlarımızı yığırdık, gedirdik parada. Atamız pul verirdi, gedirdik ki, o pulları xərcləyək. Amma deyir, ağlaya-ağlaya deyir, qayıdırdıq çünki deyir, yağış yağırdı. Pulumuzu da deyir, xərcləyəmirdik. İstəyəm heç olmasa siz yağışa batırdınız, biz qarda batıb qalıq. İndi biz qarda batıb qalıq mayın biri olmasına rəğmən. Amma ümidim var ki, sabaha hava daha yaxşıdır deyə göstərdi. Biraz müsbətə doğru deyir. Gələn həftə qəşəng istilər deyirlər. İnşallah ya Rəbbim sən daha bizə yazığın gəlsin. Vallahi biz may ayında qalıb görməkdən inanın ki. Burada izləyicilərim də var, Rusiyada yaşayanlar. O da deyirlər ki, heç görmürük biz qar, biraz da sən bizə göstər. Ne o kimi heç görmürsünüz, biraz da mən göstərirəm da bezduq uje. Güllü çiçəkli günlər görmək istəyirik, həyatda güllər əkmək istəyirik, nə bilim günəş seçib paylaşmaq istəyirik, çıx həyatda tutmaq istəyirik, mürəbbə bişirmək istəyirik, bir balaca. Hava düzəlsəydi çıxardıq hava evdən, çıxanmadıq. Bu həyat evi almışsan ki, düşüb həyatda işləyim, gəzim, dağarım, nə məsələn, çıxanmırsa qapıdan, elə bir ki, bina evində oturursa. Nəysə, hissəndim gələcək deyiyoruz ki, bir Bugün 1 may olmasına rəğmən mənim sizlə paylaşacağım daha keçmişə aid bir şeylər var. Bu əsnada da, daha doğrusu danışanda demişdim ki, bəs həmin dövrlərdə xəstə olduq və istədiyim şeylər eləyəmədim. Amma sizə növbəti etaplarda, növbəti günlərdə, aylarda, illərdə paylaşasıyam. Və bugün onu çəkib paylaşmaq istəyirəm sizlə. Bugün kuliç hazırlayasınız dostlar. Çox da sizdən resept paylaşmıram. Hər bayram seyrandan xoşum gəlir. İlk öncə ona aydınlıq gətirim. Xristiyan bayramıdır, nədir falan, inanın ki, oralarını heç bilmirəm. Mənə nə olsa dünyadakı bütün bayramları qeyd edirəm. Çünki bayram mənə ötürü, yəni kiminsə imanını, dinini mənimsəyirəm demək deyil. Sadəcə bayramdır. Həmin bayramda fərqli bir şeylər hazırlayırlar, deyirlər, gülürlər, əylənirlər. Fərqlilikdir mənə ötürü. Ona görə də xoşlayıram bütün bayramları. Hər bayramı sevirəm. Həm öz bayramımızı, həm milli bayramlarımızı, həm belə xarici bayramların hamısı. Və mən kuliçi dəhşət çox sevirəm. Xüsusən də Esraya hamilə olduğum müddətdə mənim hamiləlik şəkərim var idi və kuliçi yeməmişdim. Həmin bayram ərəfəsinə düşmüşdü və inanın ki, Esra doğulan günü Pünhan'a zəh vurmuşum, ama kuliç alacaktı. İnanın ki, ondan bəri aşıqəm da, yəni kuliçə. O ki, gözüm qaldı, nə qədər vaxt yiyəməmişəm, istəyib. Ondan bəri aşıqəm və həqiqətən uzun müddət istəyirəm ki, bu resepti çəkim, paylaşım sizlərlə. Özüm də hazırlayayım, özüm də maraqlı görünür olur. Və nəhayət ki, mayın biri sizlə kuliç resepti paylaşasıyım. Biraz adama qəribə gəlir eşidəndə, amma olsun da nə ola. Mən bugün paylaşım, siz növbəti Pasxada hazırlayasınız əgər istəyən olsa mənim kimi. Yəni sırf belə dediyim kimi dini bir bayramdır, Hristiyanların bayramıdır kimisinə yox da, dadına baxmaq istəsəz, maraqlıdırsa dadı, heç vaxt yeməmisinizsə və yaxud mənim kimi siz də xoşlayırsınızsa kuliçi, təbii ki, fərqli formada hazırlanırlar, tək bir resepti yoxdur. Milyon dənə forması var. Mən amma ən asatlarından birini hazırlamaq istəyirəm. Çünki uşaqlar da evdədirlər, biraz özümü də yormaq istəmirəm. Ona görə də gəliyək sizlə bərabər kuliç hazırlayaq. Ay, çoxdan da resepti paylaşmıyorum, özüm də darıxmışam, getdik. Sonra da başqa bir şeylər paylaşacağım sizə, izləmədə qalın. İlk öncə işə xəmiri hazırlamaqdan başlayıram. Qabıma yumurta götürürəm. Üzərində şəkər tozunu, əritdiyim, ilıq halda olan kərə yağını, isitdiyim, ilıq halda olan südü, xamanı, vanil və biçimlik duzu əlavə eləyirəm. Hamısını yaxşıca qarışdırırım. Bu qarışımı hələlik bir kənara götürürəm. Böyük bir qaba unu əlavə eləyirəm. Üzərinə mayanı əlavə eləyirəm. Yaxşıca qarışdırıram. Daha sonra onu belə biraz kənarlara doğru eləyirəm. Orta hissəsinə biraz öncə hazırladığım qarışımı yavaş-yavaş əlavə eləyərək qarışdırırım. Xəmiri biraz qarışdırdım. Artıq bundan sonraki etapda yaxşıca yoğurmaq lazımdır. Baxın, mən belə bir yumuşaq, yüngül, azcıq da belə götürəndə ələ yapışan, çox az görüyoruz kimi xəmir yoğurdum. İndi xəmirin üzərini streçlə bağlayıram və 2
3 qat artana qədər isti bir yerdə gözlədirəm. İndi içliyi hazırlamağa keçirəm. Bunun üçün blenderimə qoz götürmüşəm, yaxşı xırdalayıram. Kənarda belə çişmiş və biraz da qaysı götürmüşəm, qaysıları doğramışam və indi bunu da blenderimə əlavə eləyirəm. Əslində qaysıları doğramaya da bilərsiniz. Yaxşıca yenidən blenderdən keçirirəm. Çişmiş və qaysılar da yaxşıca xırdalandı gördüyünüz kimi. İndi bunları bir yerdə qarışdırıram. Üzərinə əlavə eləyirəm qozun və üzərinə şəkər tozu və darçın əlavə eləyirəm. Yenidən hamısını yaxşıca qarışdırırım. Və içliyimiz də hazırdır. Və 2 saat sonra xəmirim hazırdır. Mən 2 saat saxladım. Siz əslində daha az müddətdə saxlaya bilərsiniz. Daha isti yer varsa, yəni sadəcə saata odaklanmaq lazım deyil. Xəmir biraz artandan sonra, yəni bu 1 saatda da baş verə bilər, saat yarımda da baş verə bilər, 3 saatda da baş verə bilər. Götürə bilərsiniz. Digər işlərimə keçid eləyə bilərsiniz. Belə xəmiri götürürəm, biraz havasını alıram. Çox yumşaq, zərif xəmir alırdı gördüyünüz kimi və 2 yerə ayırıram. Təbii ki, neçə yerə istəsəniz ayıra bilərsiniz. Daha böyük formada da istifadə eləyə bilərsiniz. Daha kiçik formalarda verə bilərsiniz. Mən biraz belə böyük hazırlamaq istəyirəm. Ona görə də bu 2 yerə ayırıram. Belə nazik bir şəkildə yayıram. Belə dar, uzun olacaq şəkildə yaydım xəmiri. İndi içliyimi buraya yerləşdirirəm. İçlik olaraq fərqli içliklərdən istifadə eləyə bilərsiniz. Heç yəni bu şəkildə hazırlamayıb, yəni qozsuz hazırlayıb, sadəcə bura yağ çəkib, yağın üzərinə çişmişlər əlavə eləyə bilərsiniz. Elə də çox dadlı olur təbii ki. Tamamilə içliksiz də hazırlamaq olar. Mən sadəcə biraz dad qatsın deyə daha fərqli hazırlamaq istədim. Belə içliyi hər tərəfinə yayıram və yaxud bir hissəsini bu şəkildə hazırladınız, digər hissəsini başqa bir şəkildə də hazırlaya bilərsiniz. İndi mən tam dəqiq qərar verməmişəm, baxasıyam görək nə tər hazırlayım digərini. Paylaşılan reseptlərdə sırf nə paylaşılıbdır, orada nə göstərilirsə, imenli mən də ondan eləyim. Söhbət eləməsəz də olar. Resept elə bir şeydir ki, İnsanlar yəni öz ağız tamlarına uyğun olaraq dəyişdirə bilərlər. Nətər ki, məsələn, bunun içərisində darçın var. Çox adamın darçına allergiyası var və yaxud sevməyə bilər, xoşlamaya bilər. Əlavə eləməyə bilərsiniz. Ona görə əsas belə xəmirin reseptidir. Təbii ki, mən darçını çox xoşlayıram deyə darçını biraz çox əlavə eləmişəm. Hal-hazırda burada möhtəşəm bir darçın qoxusu var. Və belə adi qaydada bükürəm. Elimlə belə bastıra. Belə. Bu kənar hissələrinə gördüyünüz kimi daha rahat bağlansın deyə əlavə eləməmişəm. İçlikdən bastırıram biraz əlimlə üstündən. İndi iti kəsən bir bıçaq götürürəm və baş hissədən hadisə təxminini bu boyda saxlayıram və digər hissəsi aşağı doğru olacaq şəkildə kəsirəm tam sona qədər və bu tərəfdən başlayaraq belə fırlaya gətirirəm bu hissəyə doğru. Eyni ilə bu hissəni də çöl tərəfə doğru qatlayıram. Həqiqətən ətri möhtəşəmdir, yəni mən burada bihuş oldum uca indidən. Və bu 2 hissə də burada hazırdır gördüyünüz kimi bu hissəni qaldırıram, bir digərini üstünə belə yerləşdirirəm və hazırdır. Mən belə kuliç qabı almışdım ötən səfərdən, bundan istifadə edəcəyəm. Əgər sizdə yoxdursa, ya sifariş edə bilərsiniz, çox ucuz bir qiymətədir, yəni bahalı bir şey deyil. Ya da ki, özünüz kağızdan, yağlı kağızdan hazırlaya bilərsiniz. Buna aid videoları əslində Pinterestdə olsun, YouTube'da olsun tapa bilərsiniz. Və bu hazırladığım kuliçi ehmalca buraya yerləşdirirəm. Xəmirin digər hissəsini də eyni şəkildə yaydım və bura əritdiyim çörək yağından biraz sürtürəm. Hər tərəfinə yaxşıca, bolluca
Və məndə evdə belə quru meyvələr var idi. Deməli, burada moruq var, smarodina var. Daha sonra bu xırda-xırda olanlar çenikalardır. O üçün bunları yaxşıca yudum, qurutdum və bunları səpirəm belə bura. Yenidən bayaqçı kimi bu kənardan başlayaraq bükürəm. Və yenə eyni şəkildə kəsirəm. Bayaqçı kimi belə qatdalayıram. Fırlaya-fırlaya bu şəkildə. Digər hissəsini də eyni ilə və yenidən qaldırıram bir digərin üstünə. Bunu da yerləşdirirəm qabıma. Hər iki kulçimiz hazırdır. İndi üzərlərini streçlə bağlayıram. Yenidən isti bir yerdə hardasa təxmini 40 dəqiqə gözlədirəm. Baxın, 40 dəqiqə keçdi artıq və bu şəkildə daha da artdılar. İndi üzərlərindəki plyonkanı götürürəm. Duxovkamı hələ yandırmamışam gördüyünüz kimi. İndi duxovkamı yandırasıyam 175 dərəcədə və qoyasıyam üzəri qızarana qədər bişməyə. Bu müddət 15-20 dəqiqə arası çəkəsidir. İndi ardını da eləmək lazımdır. Növbəti etapda deyəsiyəm sizə. Və qeyd edeyim ki, sobanın alt hissəyə yaxın olan hissəsini qoyuram. Yəni çox ortaya yox, biraz ortadan aşağı hissəsinə və yandırıram sobamı 175 dərəcəyə. Qapağı örtürəm və bişirirəm 15 dəqiqə. Baxın, mən sobanı 175 dərəcəyə qoymuşam, amma hələ ki 169 dərəcədədir. Amma üzəri artıq qızarmağa başlayıb gördüyünüz kimi. Bu arada 10 dəqiqə keçiddi. Bir 5 dəqiqədə saxlayandan sonra götürəsiyəm. Çünki üzəri dediyim kimi 20 dəqiqə saxlasam daha çox qızarasıdır. Ona görə də lap belə qaralmağını istəmirəm. Bu şəkildə bir azca da qızarsın, 5 dəqiqədə götürəsiyəm. Ne var sen orada? Bakın 15 dəqiqə bitdi artıq. Mən üzəri qızardığına görə belə çıxardıram və üzərinə belə folqa yerləşdirirəm. Örtürəm folqa ilə. Üzəri bağlayıram ki, hissəsi daha çox qızarmasın və yenidən qoyuram. Təxmini 15 dəqiqə və yaxud 20 dəqiqə indi dediyim kimi sobadan sobaya asılıdır. İçərisi tamamen bişsin. İçərisinin bişməyini də belə çöp vasitəsilə yoxlayasıyam. Əgər çöp quru çıxsa, deməli hazırdır, götürəsiyam, soymağa qoyasıyam. Yox, əgər görsəm ki, içərisində biraz nəmlik var, yenidən saxlayasıyam, biraz da bişsin. İndi neçə dəqiqə sonra mən də hazır oldu, sizlə bölüşəsiyəm. Mən kuliçləri 25 dəqiqə sobada saxlamalı oldum. Çünki çöp vasitəsilə yoxladım və gördüm ki, içərisi biraz nəmlidir. Ona görə biraz da çox saxladım və bu şəkildə hazır oldular 25 dəqiqə sonunda. Dediyim kimi sobadan sobaya fərq var. Ona görə də bişmə müddətində çalışın, diqqət edin və indi gözləyirəm tamamen soyusun. Kuliçləri soymağa başlayıb. Gördüyünüz kimi artıq əlimi vura bilirəm. Və artıq bu əsnada üzərinə glazurunu hazırlamaq istəyirəm. Üzərinə əslində bu şəkildə şəkər pudrasının daha çox qəşəng dadlı olar. Amma bizdə uşaqlar glazur xoşladıqlarına görə, yəni sırf inanıram ki, glazurunu sadəcə yeyəsidirlər. Ona görə üzərini glazurlu eləyəsiyəm və artıq soyunma aşamasında olduğuna görə, biraz soyuduğuna görə bu əsnada glazuru hazırlamağa başlaya bilərəm. Çünki gərək kuliç soyuq halda olsun, glazur isti halda üzərinə yaxmaq lazımdır ki, daha yaxşı özünü tutsun. İndi gedirik glazur hazırlamağa. İlk iş olaraq belə qabıma su götürmüşəm. Adi su üzərinə jelatin əlavə edirəm. Yaxşıca qarışdırıram və gözləyirəm jelatin aktivləşsin. Belə bir qazançıda şəkər tozu götürmüşəm. Bunun üzərinə su əlavə edirəm. Bir azcıq da limon turşusu əlavə edirəm. Belə çox az və qazın altını yandırıram. Orta ateşdə şəkər tozu tam əriyib su ilə qarışana qədər gözləyirəm. Sadəcə ilk başlarda belə 1-2 dəqiqə kimi azca qarışdırasıyam, daha sonra qoyasıyam. Özü tamamen ərisin. Baxın, yavaş-yavaş qaynamağa başladı. Belə 1-2 dəfə qarışdırıram və artıq qaşığı kənara qoyuram. Bundan sonra qarışdırmayasıyam. Şəkər tozu tamamen qaynayıb əriyənə qədər bu şəkildə gözlədəsiyəm. Baxın,
Sizə daha yaxından göstəreyim. Şəkər tozu tamamən əridi öz-özünə, yəni qaşıqla əritmədim. Bu şəkildə əriməlidir və artıq hazırdır. Qazın altını söndürürəm və bu qarışımı soyudacağım və çırpacağım qaba əlavə edirəm və gözləyirəm qarışım soysun və bu əsnada da gördüyünüz kimi jelatin artıq özünü tutdu, hazırdır. Bu birazcık soyduqdan sonra, hardasa təxmini əl vurası bir istilikdə olandan sonra jelatini buraya əlavə eləyəcəm. Amma hələlik gözlədim, çünki qaynar haldadır. Və şəkər artıq soyudu. İndi buraya jelatini əlavə eləyirəm. Birazcık belə qarışdırıram qaşıqla. Gördüyünüz kimi elə bir istilikdədir ki, nə çox qaynar deyil, amma jelatini əridəsi istilikdədir. Sonra mikserlə çırpmağa başlayıram. Çırpdıqca kütlə ağarıb artmağa başlayasıdır. Tam istədiyim kıvamı əldə etdikdən sonra mikserimi dayandırasıyam. Baxın, artıq gördüyünüz kimi bir yerə yığılışmağa başladı. Artıq mikserimi dayandırıram kıvamda olanda. İndi bəzəmək olar. Bu əsnada təbii ki, içərisinə rəng də əlavə eləyib qarışdıra bilərsiniz. Mən bir dənəsini ağ hazırlamaq istədiyimə görə bir dənəsini bəzəyəndən sonra içərisinə rəng əlavə eləyib yenidən qarışdırasıyam. Kuliç də artıq yaxşıca soyudu. Rahat bir şəkildə əlimə götürürəm. Üzərini yaxşıca glazurdan çəkirəm. Üzərini istəyimə uyğun bəzəyəsiyəm indi. Birini belə cəhrayılı bəzəmək istəyirəm ki, Esra'nın xoşuna gəlsin. Və digəri üçündə dediyim kimi belə birazcık yaşıl rəng əlavə eləyirəm. İstədiyiniz rəng əlavə eləyə bilərsiniz. Təbii ki, yaxşı qarışdırıram. Və eyni şəkildə bəzəyirəm. Burada çox yumuşaq alınıqdır. Bunun da üzərini biraz ləpə ilə bəzəmək istəyirəm. İçərisi də ləpəli olduğuna görə biraz ləpə səpirəm. Burada gözləyirəm, biraz kənarlarına doğru axsınlar. Tam axıb qurtardıqdan sonra qabıma yerləşdirəcəyəm. Yəni servis edəcəyim qaba hələ ki yerləşdirmirəm. Bu axma işləmi bitsin deyə, glazur tam özünü tutsun deyə. Bu tərəflərdən daha qəşəng axır, belə dalğalı. Bura biraz çox oldu. Üstəyir olmuş deyə çox qoydum bu üstəsinə. Biraz çox axas oldu. Eybi yoxdur. Və biraz da belə rəng qatsın deyə tort üzərində əlavə olunanlardan səpirəm. Və kuliçlərim hazırdılar. Gördüyünüz kimi bu şəkildə alındılar. Üst hissəsini əslində kəsmək də olardı, daha düz görsənsin, daha səliqəli görsənsin deyə. Mən o qatlar xoşuma gəldi deyə istəmədim kəsmək. Çünki kəsib arasını sizə göstərmək istəyirəm. Amma siz daha səliqəli alınmasını istəsəniz, üzərini kəsə bilərsiniz. Bu arada deyəsiniz ki, yəni pasxa keçişdə kuliç hazırlayırsan, o başa düşdük, dedim Marozun orada nə işi var? İnanın ki, uşaqlar çıxartdılar, gündə bir dənə stəkanla çay içirlər bizim evdə. Yəni belə çox bir-birinə düşən bir şey oldu məncə. Belə kuliçlər bu şəkildə alındılar. İndi qoy uşaqları çağırıb gəlib baxsınlar, sevinsinlər. Ondan sonra kəsib sizə içərisində göstərəsiyəm. Gəlin bir yerdə kəsək sizinlə. Durğu xoş, rozvoy. Bu marqayı. Bu içərisi qozlu və kişmişli olan. İndi digərini də kəsək. Çünki ablar dayanmadılar ablar. Çünki abi istəyirik. Нет, бумага хочешь есть? Нет. Yoğurdu. Və bu da bir digəri. Çox yumuşaq alıntılar, gördüyünüz kimi. Biz burada kəs tökdük, aləm bir-birinə qatdıq, amma sizə bu qatlarını göstərmək istəyirəm. Bu içərisində çeşmiş olanların çox, yəni qatlar möhtəşəm bir şəkildə gördüyünüz kimi çıxırlar, belə qat-qatdı. Ki, tək-tək hazırlamışam xəmiri. Dadı da ki, möhtəşəmdir. Xüsusilə mən bundan yemişəm, düz o birisindən yeməmişəm. Bunun dadı möhtəşəmdir həqiqətən. Mama, можно мне киям? Можно. Əsə, как это? Əsə, o birisindən yeyib biz bununla. Nətədir?
Вкусно? Hoş olsun. Sizə bu glazuru göstərmək istəyirəm. Bizdə uşaqlar dayanmadılar deyə tez buzlar kəsib hazırlayası oldum. Kəsəndə biraz əlimə yapışdı glazur. Amma məsələn üstünə yarım saat ötürdü və glazura baxın. Yəni əməlli başlı bəlçi idi, marshmallow-ya oxşayır, marshmallow bəlçliyindədir. Yəni siz də hazırladıqdan sonra uşaqlarınız əgər sırazı yemək istəməsələr, bir yarım saat gözləsəz özünü çox qəşəng tutasınız təbii ki glazur. Baxın artıq burada heç bir axma yoxdur yəni. Tam özünü tutdu. Dedim, madəm hava qarlıdır, çölə çıxa bilmirəm, sizə həyətimizi rahat bir şəkildə göstərə bilmirəm, bari evdən bir şeylər paylaşım. Özümə ötən gün çox düşünəndən sonra belə bir şey almışam, tərəvəz falan doğramaqdan ötürü. Mən əslində bunu almaq səbəbimin indiki hal-hazırdakı vəziyyətə uyğun olaraq soğan doğramaqdır. Çünki soğan doğrayanda bizim evdə sözdə mənasında qırğın düşür, 41-45. Əslində mən evdən çıxardası o ki, bəs habi evdə soğan doğramayın. Gözüm yanır. Bəyənmir, istəmir. Özü də o bir otaqlarda oturur, gəlir bölümə girir. Deyəm ki, get o tərəfdə otur, get öz otağında otur. Yox. Mama yemək bişirəndə yeməyini mənə ayağımın altında dolanmalılar, ayağımın altında ilişilişə. Özü də sonra başlayır ki, gözüm yandı. Mən də deyəm ki, o tərəfdə otursan, əslində yanmaz sən gözün. Hər nəysə, o şimdi qulaq asmır. O şimdi hər dəfə yemək bişirəndə, hər gün yemək bişirəndə bütün yeməklərin içində də soğan doğranlıdır, bir sözünüz. Bizim evdə yəni 41-45 baş verir. Sözləsə mənasında əsgər əgər evdədirsə. İndi bu bir neçə gündür də əsgər evdədir və mənim özümün də soğan doğramaqdan düzü xoşum gəlmir. Gözlərim, yəni adam nə qədər ağlayır. Adamı hər gün yemək bişirəndə ağlayan şeydir, mən başım çıxmır. Macuq deyirsiniz, gülsən. İnanın ki, hər yemək bişirəndə soğan doğrayanda mənim gözümdən nə qədər yaş axır. Ay aman Allah. Mənə də xoşum gəlmir deyə uzun müddət baxıram ki, nə ala bilərəm, nə təbii şey ala bilərəm ki, yaxşı bir şey olsun və belə bir şey qabağıma çıxdı. Bunun fərqli bir modeli də var idi. Amma o modelin qiyməti daha baha idi. Belə baxdıqlarım arasında təsəvvür gətirin 17 minlik, 22 minlik falan qiymətləri var idi. Amma bunu təxmini 5000 rubla tapdım. 5000 neçə yüz idi. O birislərə baxanda təbii ki, qiyməti aşağı idi və o çıxlarını falan da oxudum, gördüm ki, çox tərifləyirlər. Belə bir şey deyil. Əgər siz də belə soğandan falan bezmisinizsə mənə kimi. Amma təkcə soğanı deməyi səbəbim budur ki, mən özümdən ötürü, yəni sırf soğandan ötürü almışam. İçərisində çoxlu nasatkalar var. İndi onları da göstərim sizə. Baxın, belə bir qutu var. Sənə gəlib bir şəkildə öz qutusunda və içərisində hər nasatkadan 2 dənədir. Çünki 2 hissəyə, bir bu hissəsinə, bir bu hissəsinə taxılır deyə. Belə, nə bilim, tyorkanın böyük gözü, daha kiçiyi, nazik. Belə adi şəkildə doğrayan, xiyar doğramaqdan ötürü, məsəl üçün deyək. Daha nazik, daha böyük. Oxşun fərqli nasatkalar var. Bunlardan hər şey istifadə eləməmişəm. Bunları əslində mən harada istifadə eləyə bilərəm? Belə yayda, nə bilim, tutma hazırlayasan, markov eləyəsən, nə bilim, sonra xiyar doğramaqdan ötürü belə çoxlu da hazırlayası olsaq. Ondan ötürü çox rahatdır. Yəni içərisinə qoyursan, sıraz doğrayır. Dünən hətta salat hazırlamışam. Çoban salatı. Dedim ki, qoy mən bunu sınamaqdan ötürü əslində çoban salatına elə bir çətinlik yoxdur. Dedim ki, qoy sınayım görək nə tərə olur. O pomidoru eləməyi olsun, nə olsun. Bu arada bu nasatkalar ayrı. Bunun içərisində hal-hazırda belə kubik doğrayan nasatka var. Deyim ki, soğan doğramaqdan ötürü sırf istifadə edeyim. Bu formalar deyil. Və burada da belə bir nasatkası var. O şimdi bunları hələ sınaqdan keçirməmişəm. Nə formada doğrayırlar deyə. Uzun doğrayırlar, tyorka kimi keçirirlər. Mən hələ ki bu kubik formasında olan lazım olur deyə bunu işlədirəm. Və dediyim kimi dünən salat eləmişəm. Yəni salatı inanın ki heç 2 dəqiqə çəkmədi, ucu hazır oldu. Bu arada ben salatın içərisində soğan falan da əlavə edeyim. Soğan, pomidor, xiyar. 2 dəqiqə heç olmadı. Salatım hazır idi. Yəni sevinə qalmışdım ki, ura Allah saçı. İndi bir də yenə veşuşlarımı hazırlamışam, tərəvəzlərimi hazırlamışam. Yemək bişirəsiyəm, çifte eləyəsiyəm əslində. Soğanı, pomidor falan içərisinə atasıyam. Kartofu atmayasıyam, bunu ötürü doğramamışım təbii ki. Əsas məsələ nədir? Mən başqa bir modellərdə baxmışdım. Onun da qiyməti hadisə 7000-nin üstündə idi. Və onu gərək əlinlə basıb saxlayaydın. İşlədəndə belə basıb saxlayasan. Amma bu belə bassan, buraxsan işləyir, yəni rahat bir şəkildə. Ona görə bunu alası oldum ki, əlimdə heç olmasa rahat olacaq bir basıb saxlamaram. İndi doğrayayım, doğrayandan sonra da sizə göstərirəm.
Əgər istəyən olsa, mənim üçün belə bezən olsa, tərəvəz falan doğramaqdan, soğan doğramaqdan ala bilərsiniz. Qətiyyən reklam yoxdur. Yəni nəyin reklam eləyəsiyəm, prosta özümün işimə yarayır deyə biləm ki, bu da məni izləyən xanımlar və işinizi rahatlaşdırmaqdan ötürü məsləhət kimi sizə vermək istədim. Arada dünən tərəvəzləri atanda heç inanın ki, doğramamışdım. Pomidoru da elə diri-diri atdım içərisinə, xiyarı da elə diri-diri uzun-uzun atdım. Amma bu gün soğan yerləşmədi deyə içərisinə bütöv halda belə iki yerə bölüb atıram. Ki yerləşsin. Подписывайтесь на канал и ставьте лайк. Gəldi yenə. Подписывайтесь Çıllı. на канал и ставьте лайk. Spasiba. Hamısını belə doldururam. Sonra basıram və doldururam. Bax bu şəkildə. Şöyle belə bu şəkildə basıram. Çok bir şey istediği gəlir doğrayırız. Və ardıca belə pomidoru da yenə dediyim şəkildə atıram. Bu arada mən şiftə içərisinə şiftə bişirirəm, bilmirəm dedim yoxsa yox. Evdə əgər pomidor varsa pomidor atıram, əgər pomidor yoxdursa, qışdırsa falan, onda turşu atıram, pomidor turşusu. Amma evdə pomidor olduğuna görə pomidor əlavə eləyirəm ki, çox turşudan istifadə eləməyim. Hazır nasıtqanı çıxartdım yumaqdan ötürü belə sizə göstərəm ölçüsündüm. Bundan bir dənədir, yəni bu ölçüdədir. Amma mən dediyim o başqa birisi də var idi, 7 minlik o əlindən tutan. Ondan 2 dənə nasıtqası vardı. Bir daha böyük, bir daha kiçik. Amma məndən ötürü bu udoblu olduğuna görə, yəni bir dənəsi belə kifayət elədiyinə görə bunu götürəsi oldum dediyim kimi. Və xüsusən də təkcə belə soğandan ötürü yoxdur. Salat hazırlayanda da çox tez başa gələsidir. Yəni xüsusən də belə paytaxt salatı olsun, sırası hamısını bitdən atsın içərisinə, 2 dəqiqə ruj eləyirsə video hazır olur. Burada düşünə bilərsiniz ki, yəni elə adamlar var ki, məsələn, biri mənim mamam deyəsidir ki, az o yumaqdansa soğan əlimdə doğrasam daha yaxşıdır. Amma inanın ki, rahat yuyulur, suyun altına tutan kimi sırası hər şeyi axıcıyır və özünün də belə şotkaları var. Yumaq daha rahatdır yəni. Sırası fış eləyirsə yuyulur, qutarır. Çünki anam kimi düşünənlər də ola bilər təbii ki. Amma mənim üçün belə biraz daha rahat qaçmaq istəyənlər istifadə edə bilərlər. Və keçirdiyi də bu şəkildə olur. Prosta içərisində məsələn soğanın ən belə qıraq hissələri deyək olar. Bu şəkildə qalırlar. Mən o hissələrini zaten teorikadan da keçirə bilmirəm deyə belə bir iki dənəsini tullayıram. Çünki mən ət maşınından istifadə edə bilmirəm. Əslində ət maşınından istifadə eləmək qətiyyən. Eləsək təbii ki daha adxod az çıxar. Amma yəni teoriki ilə nəzərə baxanda eyni şeydir məndən ötürü. Əziz dostlar, yenə gəldik, çıxdıq bir videonun, bir vlogun sonuna. Ödəyirəm, video sizə ötürüb maraqlı oldu. Və əminəm ki, burada məni izləyənlər, bəzi adamlar var ki, sözümə diqqətlə qulaq asınlar ki, müsbət enerji alsınlar, hər sözümdən yaxşı bir şey tutsunlar. Amma bəziləri də var ki, yəni gözləyirlər ki, ürvə nəsə desin, biz ki, yapmaq haqqında nəsə yazaq. Ağ yük qırasaraq. Onlara da üzümü tutub demək istəyirəm ki, mən əslində heç bir yorumu cavabsız qoymuram təbii ki. Amma bəzi yorumlar var ki, o yorumlara gərək cavab yazmasan yaxşı. O deyirlər, sonra ayağınızın altına, yox, nə deyirlər, qoluzuna qarpız qoyurlar. O şimdi nəsə qarpız məsələsi, anladınız yəqin ki özünüz. O şimdi bundan elə bax istəmirəm. Amma qısaca bunu deyə bilərəm ki, əgər yəni bir sual varsa, o sualın cavabı təbii ki var. Sadəcə olaraq o sualın cavabı mən vermək istəyirəmmi, yoxsa istəmirəm, bu sual altındadır. Amma gəlin o gözləyənlərdən ötürü ki, ülviyəsə deyilsin, geyim, quysun, qazım kimi düşünənlərdən ötürü qoyub bir dənə söz deyim. Mən o cavabı sizə verəsiyəm, amma o gün bugün deyil. Mən bilirəm ki, yəni bütün videolarımı izləyirlər, elə adamlar da bilirsiniz də bir var, sevib izləyənlər başqa, bir də sevməyib izləyənlər başqa olar, var bir şey, bir kəlməmi belə buraxmırlar. İzləmədə qalın, həmişə kimi diqqətlə izləyin. Bu videoda bu haqqında danışan bir 15 video sonra bu haqqında gəlib yorum yazasınız. Həzm eləməyəndən sonra. Hər neyse, bu barədə sizdən söhbətim olasıdır. Biraz üstü örtülü dedim, amma anlayan anladı. Yəni, hər şeyin öz vaxtı var məndən ötürü. Hər sualın öz cavabı var və hər sualın cavabı mən və mənim ətrafımdakı insanlar istədikləri vaxtda cavabı veriləsidir. Darıxmayın.
Qaşınmayın. Nəysə, gülə-gülə yenə sözlərimi atdım. Belə, növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın və çalışın hər dəfə, hər videoda insanlarda olsun, həyatda olsun, daim gözəllikləri görəsiniz ki, o gözəlliklər də sizin həyatınıza yansısın. Sağ olun, özünüzə yaxşı baxın.